Türkiyədə yol qəzasında həlak olan tanınmış Azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib. Emin İbrahimov Xırdalan qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər. Mərhumun yas mərasimi noyabrın 16-sı Təzəpir məscidində keçiriləcək. Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist Euronews telekanalında fəaliyyət göstərirdi. O xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb. Allah rəhmət eləsin.